Dostlar, çox adam, hətta bəzi hüquqşünaslar dövriyyə, tədavül və tədiyyə nə olduğunu hələ də bilmir. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni satıla və banka girov qoyula bilər. Diqqət edin, özəlləşdirmə paylarının, çeklərinin başqa qiymətli kağızlardan üstün sənəd cəhətlərindən biri odur ki, çeklərin dövriyyədə həm tədavül, həm də ödəmə tədiyyə vasitəsi kimi istifadə olunması birbaşa qanunla tənzimlənib. Diqqət edin, özəlləşdirmə payları, çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu ən çox investorlar üçün maraqlı idi. Ancaq çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyyə vasitəsi idi. Özəlləşdirmə qanununun icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunur. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. İmperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Mərhum Heydər Əliyev vəfatından sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən oliqarx məmurlar 2004-cü ildə ilk dəfə olaraq qanun qüvvəsində olmayan fərmanla güya özəlləşdirmə çeklərindən istifadə müddətini artırmaq adı ilə ödəmə tədiyyə vasitəsi kimi müddət qoydular. Yəni dövlət cinayəti edilərək özəlləşdirmə payı olaraq mülkiyyət hüququnu təsdiq edən və dövlət investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi qanunla qorunan bir qayda konstitusiyaya tam zidd olaraq 2004-cü ildə 75 nömrəli fərmanla məhdudlaşdırılaraq sonradan ləğv olundu. Bu isə konstitusiya qanunlarının və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Burada xüsusi bir qeyd də edim ki, vətəndaşların, deputatların və məhkəmənin bilməsi vacib olan iki şey var. 1. Konstitusiya və qanunla mülki məcəllədə maddə 153.3 əmlakın fiziki və hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının dövlət və ya bələdiyyələrinin mülkiyyətində olmasından asılı olmayaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Eyni zamanda, bu ikinci bənddir, eyni zamanda konstitusiyaya əsasən heç bir fərman mülkiyyət hüququndan istifadəni, yəni qanunla dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərindən bütün özəlləşdirmə dövründə tədiyyə ödəmə vasitəsi kimi istifadəsini dayandıra bilməz. 15 ildir ki, özəlləşdirmə qeyri-qanuni şəkildə aparılır. Çünki bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə özəlləşdirmə çekləri ödəmə vasitəsi hesab olunur. Əziz dostlar, əsas məsələ odur ki, tədavül və tədiyyə vasitəsi kimi özəlləşdirmə çeklərinin istifadəsi zamanı da, istifadəsi fərmanla da olsa, başa çatandan sonra qanunların, konstitusiyanın və mülki məcəllənin qoyduğu qaydalara uyğun olaraq bu çeklər qiymətli kağız kimi kompensasiya ödənilərək dövriyyədən çıxarılmalı idi. Bütün məhkəmələrdə vəkillər hüquqi faktlarla qanunla qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan ali dövlət orqanlarının rəsmi sənədlərinə əsaslanaraq çeklərin hələ də dövriyyədə olduğunu təsdiq etdilər. Dostlar, çox maraqlıdır ki, əvvəllər hamı Kərəm Həsənovu söyürdü. Ancaq özəlləşdirmə çekləri qrupunun ağsaqqalları
15 April 2025-ci ildə prezident aparatında onun qəbulunda olanda o açıq aydın bir mesaj verərək vətəndaşların qanunla bağlı, qanunla haqlı olduğunu izahını vermiştir. Demiştir ki, əgər özəlləşdirmə çekləri qanunvericiliklə dövrədən çıxarılmış olsaydı, o zaman bu çeklər 100 minlərlə insanın evində sağ-salamat qalmazdı. O demiştir ki, dövriyədən çıxarılan qiymətli kağızlar qanunla mütləq şəkildə məhv edilməli idi. Eyni zamanda, əgər çeklər qanunvericiliklə dövriyədən çıxarılsaydı, heç olmasa bu vaxta qədər bir-iki vətəndaş kompensasiya almış olardı. Gec də olsa, Kərəm müəllim sağ olsun, vətəndaşların tərəfində olduğunu deməyə çalışıb. Ancaq maraqlı bir olan odur ki, bəs o kimdən qorxur ki, bu cinayət barədə nə cənab prezidentə, nə də xalqa bu həqiqətləri açıb deyə bilmir? Dostlar, qədim kitablarda yazırlar ki, eyni vaxtda 40 adam tam ürəkdən 40 gün eyni duanı edərsə, bu hadisə mütləq baş tutur. Ancaq sizdən xahiş edirik, qarğış duası yox. Gəlin hələlik alqış və kömək duası edək. Qoy cənab prezident özəlləşdirmə çekləri barədə olan haqsızlıqlardan tam xəbər tutmasına Allah özü kömək olsun. Dostlar, məsələ tək dualıq da deyil. Hər birimiz aktiv olmalıyıq. Deputatlarımızın ürəkli, qeyrətli, ədalətli olmağını arzu edək. Sizdən hərəkat, Allahdan bərəkət. Paylaşın və deputatlarınıza müraciət edin, dostlar. Hər bir deputatın ailəsində, dostları və qohumları arasında dövlətə, qanunlarımıza və Ulu Öndər Heydər Əliyevə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlayanlar var. Ancaq deputatlar siz onlara müraciət etməyincə bu barədə danışmağa qorxurlar. Bəziləri isə hüququ, qanunları və konstitusiyanı bilmədikləri üçün susurlar. Dostlar, Facebookda özəlləşdirmə çekləri qrupundakı və YouTube'dakı özəlləşdirmə kanalında olan bütün məlumatları onlara çatdırmağa çalışın. Öz ürək sözlərinizlə müraciət edin. Xalqına qarşı olan bu cinayətə miras qalmış əmlak payı haqqına göz yuman deputat ancaq bu xalqın düşmanı ola bilər. Allah böyükdür. Facebookda özəlləşdirmə çekləri qrupunda və başqa qruplarda paylaşın. Hamı paylaşsın. Çünki hər paylaşanda 100 adam görür. İnanırıq ki, siyasi mövqeyindən asılı olmayaraq, xalqını sevən qeyrətli insanlar bizə kömək edəcək. Hər biriniz öz müraciətinizi video kimi çəkib paylaşın. Ümid edirik ki, hamı əziyyət çəksə, səy göstərsə, tezliklə prezidentə düzgün məlumat çatacaq. Bu haqq işində əziyyətli olan hər birinizi, ailənizi və sevdiklərinizi Allah xoşbəxt eləsin. Qanuna və dövlətə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlanırlar. Allah köməyiniz olsun. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.